Salam əziz və dəyərli izləyicilər, necəsiz? Hər birinizi salamlayıram, hər birinizə gözəl, xeyirli, bərəkətli bir gün arzulayıram. Anam gilə gedirdim, elə istədim ki, burada vlogu başladım. Buradan sizləri salamlayım. Yeni vloguma xoş gəldiniz, xoş izləmələr hər birinizə. Bəyənməyi və abunə olmağı unutmayın. Mən anamgillə elə eyni məhəllədə, yəni bir küçədə oluruq da. Küçəmiz də balacadır. Elə uzun küçələrdən deyil. Ona görə də elə bizim öz pəncərəmizdən belə baxanda anamgilin evi görsənir. Elə yəni yol falan heç bir şey dəyişmirəm. Elə öz evimizdən çıxıb, yəni küçəyə çıxdıqda elə anamgilin evini görürəm. Və ona görə də anamgilə gediş, gəliş mənim üçün asandır. Bu pişikləridir arçı. Artıq yaşlılaşıb. Ona görə belə bu gündədir. Güllərini göstərim sizə. Baxın nə gözəldir. Burada da açır. Buradan da açıb belə. Burada da açır. Bu qızıl güllər yaxşıdır, dırmaşandır elə bil. Dırmaşan kimi bir şeydir də. Özdə açanda bir dəfəlik açır belə. Çoxlu eyni anda. Bunlar hamısı eyni anda açar. Elə eyni andaca solur. Yəni digər qızıl güllər tək-tək açır. Yəni bizim həyətimizdəki demək olar il boyu açır. Amma bu elə bil bu aylıq elə 2 həftəyə açır hamı bir dəfəlik, bir dəfəlik də solur bitir. Yəni may ayının axırına, iyunun əvvəlinə artıq bu qızıl güllər boş belə yarpaqlı olur, qalır. Amma açanda çox gözəl görsənir. Hamı belə eyni anda, eyni tumurcuqlar belə açır, bitir. Çet. Burada anamgilin alçası var. Dedim bir dənə dərim, 2 dənə sonra gedim. Göyçə deyil amma elə bir başqa bir sortdur bu da. Bu daha belə yekə iri olur. Bu da limonlardır. Gül açmaya hazırlaşır. Bu mandarindir deyəsən. Ya mandarindir ya apelsin. Bu isə bağlarının çiyələyidir. Baxın belə. Ay düşürdü. İndi dadına baxım. Görüm dadlıdır yoxsa yox. İlk dəfə anamgilin çiyələyi ilə yeyirəm. Qəşəngdir. Dadlıdır. Yəni şirindir. Qoyulduq yola, yollanırıq evə. Bunu. Aranızda bu tərəni bilən var. Bizdə buna yağlı tərə deyilir. Belə.
Bu yanları əkmişəm, bir tək bura qalıb, bu da az belə daşdır. Hər il yığılsa da yenə də bitmək bilmir. Ona görə indi gəlmişik, buranı yığım, sonra burada qarpız əkərəm. Bu da balaca köməkçimdir. Bura həyət olduğuna görə sonradan salınıb bağa. Ona görə belə hamısı daşlardır. Nə qədər yığılsa da hər il yenə də olur, yenə yığırıq. Başlayaq işə. İndi bu tərələrdən də yığaram. Deməli qızlar, bura yoldaşımın nənəsi gilin. Burada dolu köhnə evləri var idi. Köhnə evlərinin qabaq hissəsi idi, həyət idi. O köhnə ev söküldükdən sonra bura qaldı boş. Sonradan elə bil hər dəfə traktor gəlirdi torpağı çevirməyə qış aylarında. Sonradan hər dəfə elədikcə elə həmin həyətdə daşlıq yerdə elə bil qatıldı torpağa. Qatılsa da, yəni illərdir bunu təmizləyirik. Mən özüm 5 ildir artıq, 5 ildir başlamışam torpağı əkməyə. Öz evimizdə başlamışam torpağı əkməyə. Evimizə çoxdan keçmişik, amma torpağı əkmirdim. Yəni əkmirdim dedikdə biraz xiyar, biraz pomidor, yəni biraz badımcan belə əkirdim. Daha yəni əməlli başda torpaq əkim, yəni elə əkmirdim. Elə həyət baca, yəni dədən elə nənə əkmişdisə, orada ağaclıqlar var idi, fexo ağacları, limon ağacları, yəni baxımsız idi da, bostan baxımsız idi. Elə boş alanlıqda nə var idisə, elə yüngülvarı əkirdim, çoxunu alırdıq. Ehtiyac olduqda alırdıq. Yəni 5 ildir artıq təmizləmişik bağı falan, sonra başladım əkməyə. Əkməyə başlayandan da bunu təmizləyirəm, yəni bitmək bilmir də. Hər dəfə o traktor gəlib torpağı çevirəndə, qarışdıranda bu daşlar yenə də yəni çıxır da. Çıxır və beləcə uşaqlarla yığırıq, əkirəm. Həmən o daşlıqda da elə bil qarpızdan başqa da bir şey olmur. Yəni dəfələrlə sınamışam. Daşlıq olduğuna görə elə bil kökü daş üstə qalır, ya yanır, ya məhsulu olmur, zəif olur. Ona görə elə uşaqların həvəsinə, uşaqların xoşu gəlir. Düzdür, qarpızı ilə çox alırıq, amma uşaqların həvəsinə, onlara maraqlı olur deyə həyətdə qarpız sevinirlər qarpız görəndə. Ona görə uşaqların həvəsinə o daşlıq yeri qarpız əkirəm. Daş yığma işini saxladıq. Uşaqlar yoruldu deyə mən də tək işləmək istəmədim. Ona görə saxladım işi. İnşallah sabah edərik. Sabah girib davam edərik. Gedim oradan tərələrdən yığım. Bişirməsini də sizlər üçün çəkərəm. Bunu gətirmişdim, bunun içine yığaram deyə külə gətirib indiriyib bu setkaya. Alçıya baxın. Onu çəkmir ki. Buradan qırılıb əslində. Uşaqlar çəkib, keçən il olub hər halda. Amma yenə də gül açıb bütöv alça idi, amma yenə əl çatan da deyənə yeyilib. Böyüyürlər artıq. Baxın, əkirsiniz və organik dərirsiniz öz həyətinizdən, öz bağınızdan. Belə yeyirsiniz. Yaz meyvələri, yay meyvələri. Bu yay meyvəsidir. Baxın, bunlar da yaz meyvəsidir. İndi hardasa baxın, ayın axırına falan yetişərlər. Artıq iyun ayı başlayanda, yəni mayın axırına artıq lobyalar başlayar yetişməyə. İyunun əvvəllərində artıq xiyar başlayır dərilməyə. Pomidor başlayır qızarmağa. Yəni artıq iyun ayında, iyunun əvvəllərindən də hər şey artıq başlayır həyətdən dərilməyə, bağdan, bostandan dərilməyə.
İtirdim kulyokumu. Yenə gedib dirənib bura. Kimə tanış gəldi bu ot və ya siz tərəflərdə necə adlanır, nə kimi istifadə edirsiniz və ya istifadə edən varmı? Şərhlərdə yazasınız, mənə də maraqlı olar. Bizdə əsasən də yağlı tərə deyilir. Elə adı tərə gedir də. Yağlı tərə gedir. Həm tərə, yəni yemək adıdır. Sırf otlardan hazırlanan, yeməli otlardan hazırlanan. Düyü qatılır, turşu, yağda soğan deməli qovrulur. Sonra bu yığdığımız bu tərələr, otları aza pörtlədirik, su qaynar suda ki, aclığı falan getsin. Ya maşından çəkilir, mən çox vaxt xırda-xırda tam doğrayıram. Bu soğana qatılır, turşusu, duzu, isyotu, düyüsü, yəni yumru düyü qatılır, azca duz, vamxodda yarım saata hazırdır. Çox dadlı, çox xeyirli bir yeməkdir. Mədə bağırsağın bir nömrəli demək olar dərmanıdır. Əsasən də bu cür bişirilir, amma yəni indi mövsümüdür deyənə dərilib göy qutabında falan da istifadə oluna bilir. İndi bundan belə pərpətöyün başlayar. Bu otdan sonra indi bağda pərpətöyünlər də görünməyə başlayar. Onu da ki, hamısı bilir. Onun turşusudur, onun yeməyidir hazırlanır və ya salatdır hazırlanır. Yəni belə. Bu da əvvəlikdir. Həm də dolmalarda istifadə olunur. Yalancı dolma və ya ətli dolma. İndi balacadır. Bir neçə burada şey var, nədir? Adı da yadımdan çıxıb. Kökü. Kökü var bəzi yerlərdə. Mən toxunmuram. Yəni pelli falan deyəndə toxunmuram. İndi biraz keçdikdə əvvəlkin kökü, yəni kolu, kökü deyirəm, kolu yekə olur. Yarpaqları da iri olur. Yığıram. Elə yalancı dolma və ya ətli dolma hazırlayıram. Bu qədər yığdım artıq. Artıq axşam üstüdür. Dedim bu qədər bəsdir. Hələ balacadılar. Bundan belə daha da çox olar. İşte. Bura baxın. Hardan gəlmişsiniz, oradan çıxın da. Qovuşdular. Bunlar çıxdı, bu növbə bunundur. Yeri. İstədim bağdan çıxım, sonra qərara gəldim ki, elə lobyalarımı da sulayım. Çünki neçə gün idi günəş var idi və torpağı quru idi. Deməli bunu da sulayım bir dəfəlik. Sonra bağ işimi yekunlaşdırım, bağdan çıxım. Ona görə də başladım sulamağa. Sizlər necə lobya xoşlayırsınız? İstər qurusu olsun, istər göy lobyası olsun. İndi bundan sonra çıxırtması moda düşər. Bir söz var, deyir evə dava salan yemək, bir budur. Bu lobya üçün deyirlər onu, bir də badımcan yeməyi üçün. Yayda mənim üçün ən belə xoşladığım yemək lobyadır. Bir də elə badımcan. Yəni gecə gündüz olsa yeyərəm, amma yoldaşım qətiyyən xoşlamır. Badımcanla yenə arası pis deyil, amma lobyanı ümumiyyətcə yemir. Nə quru lobyasını, nə də yaşıl lobyasını. Belə kakaolu kek hazırlamışdım. Deməli buzluğumda yayda qoyduğum meyvələr var idi. Artıq çiyələk sezonudur, amma mənim çiyələklərim hələ bitməyib buzluqda. Ona görə kekləri əlavə edirəm. Çox da dadlı olur. Bir də şirin cavalı qoymuşdum. Uşaqlar daha çox o cavalı ilə xoşladılar. Dedilər ondan daha çox dadlıdır. Onu yeyərək Survivor izləyirəm. Aranızda izləyənləriniz var. Məncə seriallardansa o daha maraqlıdır. Bacınız yenə iş başında. Bugün təndirdə deyil də evdə çörək hazırlamaq istədim. Təndir üçün artıq gec idi deyə. 4-5 gündəlik dedim evdə elə hazırlayayım. Çox qəşəng alınıb. Təndirin ləzzətini verməsə də yenə də yaxşı olur.
Mən bişirməyə davam eləyim. Elə istədim sizlərlə burada sağollaşım. Allah hər kəsin ruzisini yetirsin. Göz haqqınızı halal edin. Videoları bəyənib şərhlər yaza bilərsiniz. Və siz izləyin, abunə olun. Mən isə pişirməyə